Saatlı rayonunun Qazanbatan kəndində fəaliyyət göstərən fermerlər çıxılmaz vəziyyətdə qalıblar. Kənd sakinlərinin verdiyi məlumata görə biçim mövsümü bitmək üzrə olsa da, ərazidə kombayn çatışmazlığı ucbatından arpa sahələrini biçmək mümkün olmayıb. Günlərlə, aylarla çəkilən zəhmət və qoyulan xərclər göz görəsi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Fermerlər bildirir ki, yaranmış kritik problemlə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət edilib. Biz Saatlı rayon icra hakimiyyətinə, Dövlət Aqrar İnkişaf Mərkəzinə və Agroservis Açıq Səhmdar Cəmiyyətinə rəsmi şəkildə müraciət etmişik. Lakin hər dəfə bizə yalnız yalan vədlər verilir. Problem isə həll olunmamış qalır. Kombayn təmin edilmədiyi üçün taxıl sahələrimiz yanır, məhsulumuz gözümüzün qarşısında tələf olur deyə Bir Xəbər mediaya müraciət edən kənd sakinləri bildirir. Kənd sakinləri vurğulayır ki, yerli məmurların laqeydliyi ucbatından ailə dolanışığı bir mənalı olaraq təhlükə altındadır. Fermerlər Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi rəhbərliyindən və yuxarı dövlət instansiyalarından Saatlı rayonundakı bu özbaşınalığa dərhal müdaxilə etməsini və operativ şəkildə kəndə kombayn ayrılmasını tələb edirlər. Səsləndirilən iddialarla bağlı aidiyyatı qurumların da mövqeyini işıqlandırmağa hazırıq.